Salam, hər vaxtınız xeyir olsun. Bu gün biz Mehman Məmmədovun lisey və olimpiadalara hazırlıq vəsaitindən çevrə bölməsinin izahına baxacağıq. Qeyd edim ki, kanala abunə olmağı, yorum yazmağı unutmayaq. Başlayaq birinci sualdan. Radiusu 11 sm olan çevrənin ən böyük vətərinin uzunluğunu tapın. Biz bilirik ki, çevrənin ən böyük vətəri dedikdə diametr nəzərdə tutulur. Və diametr 2 radiusa bərabər olduğuna görə və radiusumuz 11 sm olduğu üçün 2 vurulsun 11 bərabərdir 22 sm-dir. Deməli, cavabımız D variantı 1D. Daha sonra keçək ikinci suala. Çevrənin ən böyük vətərinin uzunluğu 18 sm-dir. Bu çevrənin radiusunu tapın. Bir daha qeyd edirəm ki, ən böyük vətər dedikdə diametr nəzərdə tutulur və diametrimiz 18 sm olduğu üçün radiusu tapmaq istəyiriksə, diametrin uzunluğun böləcəyi 2-yə, yəni 18 bölünsün 2 bərabər 9. Cavab oldu A variantı. Daha sonra üçüncü suala baxaq. Radiusu 25 mm olan çevrənin diametrini tapın. Biz bilirik ki, diametr 2 dənə radiusa bərabərdir. Yəni 25 vurulsun 2, 50 mm və bizdən görürük ki, burada cavablar santimetrlə verildiyi üçün 50 mm də bərabərdir 5 santimetrə. Yəni cavab olur B variantı. Dördüncü sual. Hansı şəkildə vətər çəkilmişdir? Biz bilirik ki, vətər dedikdə çevrənin hər hansı iki nöqtəsini birləşdirən düz xətt parçası nəzərdə tutulur. Baxın, birincidə A variantı radiusdur. Mərkəzdən çevrənin hər hansı nöqtəsinə qədər olan məsafəni göstərir. Bizim cavabımız olacaq C variantı. Çevrənin hər hansı iki nöqtəsini birləşdirən düz xətt adlanır vətər. Daha sonra 5-ci suala keçək. Eyni çevrənin radiusu ilə diametrinin cəmi 42 sm-dir. Bu çevrənin radiusunu tapın. Biz yenə bilirik ki, diametrimiz 2 dənə radiusa bərabərdir. Yəni, mən radiusa R deyirəm. Diametrə 2R ilə işarə etsək, R plus 2R bərabər olur 42-yə, 3R'imiz bərabərdir 42, R bərabər olur 14-ə. Cavab olur B variantı. Əgər radiusumuz olur 14 sm, əgər diametri istəsəydi, 14-ü 2-yə vuracaqdıq, 28 alacaqdıq. Daha sonra keçək 6-cı suala. Eyni çevrənin radiusu ilə diametrinin cəmi 27 sm-dir. Yenə eyni qayda ilə radiusa bir R ilə işarə edirik. Diametrin cəmi 2R olduğuna görə, deməli, burada qeyd etmişəm, R üstə 2R bərabər 27, 3R bərabər 27, R bərabər 9-a. Deməli, radiusumuz 9-dursa, indi burada diametri istəyir. Diametri istədiyinə görə 9-u vuraram 2-yə. Cavab olacaq 18. Yəni C variantı. Cavab olur 18. Daha sonra gəlin baxaq 7-ci suala. 7-ci sualda maraqlı bir sualdır. Mərkəzi K nöqtəsi olan çevrədə AK bərabərdir AB-yə. Baxın, A-dan K-ya qədər olan məsafə bərabərdir A-dan B-yə qədər olan məsafəyə. Eyni anda mən baxıram ki, baxın, burada verilən çevrədə KA ilə KB radiusdur. KA ilə KB radius olduğuna görə və biz bilirik ki, çevrənin bütün radiusları bir-birinə bərabərdir. Deməli, və KB ilə KA radius olduğuna görə bir-birinə bərabərdir. Şərtdə də özü verib ki, AK və AB bir-birinə bərabərdir. Deməli, burada hər üç tərəf bir-birinə bərabər olur. Yəni, bərabər tərəfli üçbucaq yaranır. Biz də bilirik ki, bərabər tərəfli üçbucaqda bucaqların hər biri 60 dərəcədir. Nəyə görə? Çünki üçbucağın daxili bucaqların cəmi 180 olduğuna görə 180 bölünsün 3 cavab olur C variantı. Yəni 60. Daha sonra keçirəm 8-ci suala. O mərkəzli çevrədə A 60 dərəcə, AO 7 olarsa, deyir AO5 üçbucağının perimetrini tapın. Baxın, yenə burada AO ilə BO radiusdur. Radiuslar bir-birlərinə bərabərdir.
Radiuslar bir-birinə bərabərdir və bura 60 dərəcədirsə, yəni əvvəlcə sən buna bərabər yanlı üçbucaq kimi baxsan, deməli sənin bu B bucağın da 60 dərəcə olur. A ilə B bucaqların bir-birinə bərabər olur. Nəyə görə? Çünki AO tərəfi ilə BO tərəfi bir-birinə bərabərdir. Yaxşı, bəs üçbucaqda daxili bucaqların cəmi nə qədərdir? 180 dərəcə. 60 ilə 60-ı toplasan 120 edir. 180-dən də 120-ni çıxsan, deməli o bucağını da tapırsan ki, o bucağımız da 60 dərəcəymiş. O bucağın da 60 dərəcə olduğuna görə, hər üç bucağın 60 dərəcə olduğuna görə sən deməli buradan başa düşürsən ki, bu üçbucağın bərabər tərəfli üçbucaq imiş. Və A-onu 7 verdiyinə görə, deməli AB də 7 olacaq, OB də 7 olacaq. Və bizdən perimetri istədiyi üçün 7 plus 7 plus 7 bərabər olur 21-ə. Cavab olur B variantı. Daha sonra keçək 9-cu suala. Hansı doğrudur? Hansı doğrudur? Yəni verilən bu ifadələrdə hansı doğrudur? A variantında hər vətər diametrdir. Xeyr, yanlışdır. Hər vətər diametr deyil. Yalnız mərkəzdən keçən vətər diametrdir. B variantına baxaq. Çevrənin istənilən iki nöqtəsini birləşdirən parça onun radiusudur. Xeyr, çevrənin istənilən iki nöqtəsini birləşdirən parça onun vətəridir, radiusu deyil. Bir çevrənin bütün vətərləri bərabərdir. Xeyr. Bir çevrənin bütün radiusları bir-birlərinə bərabərdir. Radius diametrin yarısına bərabərdir. Radius, bəli, diametrin yarısına bərabərdir. Çevrənin sonlu sayda vətəri var. Xeyr. Vətərlər, diametrlər, radius hər biri sonsuz saydadır. Cavab oldu D variantı. Daha sonra keçək 10-cu suala. Baxın, burada çevrə verib və yadınıza saxlayın, diametri çevrəni yarıya bölür. Yəni çevrənin dərəcə ölçüsü 360 olduğuna görə, yəni bütöv tam bucaq 360 olduğuna görə burada bir açıq bucaq əmələ gəlir. Yəni buradan bura qədər də 180-dir və eyni qayda ilə digər tərəfimiz də. Baxın, bu tərəf də 180 dərəcədir. Deməli 180-dən çıxırıq 150-ni. Baxın, burada qeyd etmişəm. Deməli x bərabər olur 30-a. C variantı. 10-cu sualın cavabı C variantı. Keçək 11-ci suala. Yenə burada da diametri çevrəni yarıya böldüyünə görə bizim bu açıq bucağın dərəcəsi də bilirik ki, 180 dərəcədir. 4y bərabər 180-ə, y bərabər olur 45-ə. 11 B variantı. Keçək 12-ci suala. Sahəsi 64 sm kvadrat olan santimetr kvadratı olan kvadratın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Baxın, bu bizim kvadratımız və bunun daxilinə bir çevrə çəkilib. Sahə 64 isə deməli kvadratın tərəfi nə qədərdir? 8. Çünki 8-ə 8-ə vursan 64 eləyəcək. Baxın, əgər çevrə kvadratın daxilinə çəkilibsə, çevrənin diametri kvadratın tərəfinə bərabər olur. Yəni burada diametr tərəfə bərabərdir. Yəni bizim diametrimiz 8-dir. Diametrimiz də 8 isə mən radiusu tapmaq üçün 8 bölürəm 2-yə, cavab olur A variantı, yəni 4. Keçək 13-cü suala. Radiusları cəmi 15 olan çevrənin diametrləri cəmini tapın. Biz bilirik ki, diametrlər radiusun 2 mislidir. Tutaq ki, məsələn, bir çevrənin radiusu A-dır, digər çevrənin radiusu B-dir. Radiusu B-dir. Yəni, sən deyir ki, bu A ilə B bərabərdir 15-ə. 15-ə. İndi yaxşı, birinci çevrənin radiusu A idisə, diametri nə qədər olur? Diametrimiz olur 2A. Bəs digər çevrənin radiusu B idisə, diametri nə qədər olur? Diametrimiz olur 2B. Və bunların cəmləri bərabər olur 2 vurulsun A plus B-yə. Və bizim A plus B-miz 15 olduğuna görə, yəni 2 vurulsun 15, cavab olur 30. E variantı. Qısaca 15-i 2-yə vurub 30-da tapa bilərdik. Amma mən burada açıqlamasını verdim ki, yəni radiuslarımız A-dırsa, deməli çevrənin birinci çevrənin radiusu A-dırsa, diametri olur 2A. İkinci çevrənin radiusu B-dirsə, diametrimiz olur 2B. Buradan 2-ni ortaq vuruq götürsək, burada olur A plus B. A plus B. Və A plus B-nin də yerinə 15 yazsan, cavab olur 2 vurulsun 15, 30. Bu qədər.
Daha sonra keçək 14-cü suala. Diaqonalı 44 sm. Diaqonal dedikdə nə nəzərdə tutulur? Diaqonalı 44 sm olan düzbucaqlının. Baxın, düzbucaqlının qarşı təpə nöqtələrini, baxın, buradan bura qədəri. Burada bir düzbucaqlı çəkmişəm və bunun qarşı təpə nöqtələrini birləşdirən düz xətt diaqonal adlanır. Düzbucaqlının xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Baxın, bu düzbucağının xaricinə biz çevrə çəkmişik. Bu zaman bu həmin düzbucağının diaqonalı elə bu xaricə çəkilmiş çevrənin diametridir. Xaricinə çəkilmiş çevrənin diametridir. Deməli, bizim elə diametrimiz 44 santimetr imiş. Diametri nə qədərdir? 44. Və səndən radius istəyir. Radiusumuz da diametrin yarısına bərabər olduğuna görə 44-ü bölərək 2-yə, o da bərabər olur 22. Cavab olur 22, yəni B variantı. Daha sonra keçək 15-ci suala. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 13 sm olarsa. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 13-dür. Biz bayaqları burada 12-ci sualda dedik ki, kvadratın daxilinə çevrə çəkilibsə, çevrənin diametri kvadratın tərəfinə bərabər olur. Baxın, çevrənin diametri burada da kvadratın tərəfinə bərabərdir. Yəni, çevrənin radiusunu 13 veribsə, radiusu 13 verib. Radius 13-dürsə, deməli, diametr, yəni buradan bura qədər məsafə olur 26. Yəni, diametrimiz 26-dırsa, onda tərəfimiz də 26-dır. Tərəf 26-dırsa, kvadratın perimetrini tapmaq üçün tərəfi vurmalıyam 4-ə. 26 vurulsun 4 bərabərdir 104-ə. Yəni, C variantı. Keçək 16-cı suala. Çevrənin neçə radiusu var? Çevrənin sonsuz sayda radiusu var. Çevrənin radiusu, vətəri, diametri hər biri sonsuz saydadır. Keçək 17-ci suala. Düzbucağının daxilə 3 eyni çevrə çəkilmişdir. 3 dənə eyni çevrə çəkilib. Düzbucağının sahəsi 108 olarsa, onun perimetrini tapın. Baxın, uşaqlar. Buradan bura qədər bizim radiusumuzdur. Buradan bura qədər də radiusdur. Bunlar eynidirlər. Bunlar eyni olduğuna görə, bunların təbii ki, radiuslarının uzunluqları da eyni olacaq. Baxın, uşaqlar. Buradan bura qədər də radius. Buradan bura qədər də radius çəkirəm. Baxın, düzbucağının eni bərabər olur 2 dənə erə. Çünki buradan bura qədər bir er, bu mərkəzdən aşağıya qədər ikinci er. Ona görə radiusumuz oldu 2 erə. Uzunluğumuz isə, baxın, 2 dənə bu çevrədən radius, daha sonra buradan 4-cü radius, 5-ci radius bu da 6-cı radius. Deməli, bizim uzunluğumuz da olur 6 r. İndi sənə deyir ki, düzbucağının sahəsi 108-dir. Sahəmiz 108-dirsə, sahə nə deməkdir? Yəni, enini uzunluğuna vur. Yəni, 6 r vurulsun 2 r bərabər 108-dir. Yəni, 6 vur 2, 12. 12 r kvadrat bərabər 108-ə. R kvadratımız bərabər 9-a. R də bərabər olur 3-ə. Yəni, radiusumuz 3-dür. Radiusumuz 3-dürsə, indi məndən perimetrini istəyir. Perimetr nə deməkdir? 2 vurulsun, eni ilə uzunluğunun cəmi, yəni 2 vurulsun 6r üstə 2r. Bərabərdir, deməli, 6r ilə 2r-i toplasan 8r eləyəcək. 8r-i 2-yə vursan 16r olacaq. 16r olacaq, 16r-dir burada yazmışam. R-imiz də 3 olduğuna görə 16-nı vururuq 3-ə, cavab olur 48. C variantı. Bunu diametrlə də hesablaya bilərdiniz. Baxın, eninə diametr deyərdiniz. Onda uzunluğumuz olacaq 3 dənə diametr. Aha. Yəni, diametri də tapıb o qayda ilə davam edə bilərdiniz. Keçək 18-ci suala. Eni 4 sm olan düzbucağının daxilinə 4 eyni çevrə çəkilir. Baxın, düzbucağının daxilinə 4 dənə çevrə çəkilir. Enimiz 4-dür. Enimiz 4-dür nə deməkdir? Deməli, çevrənin diametri 4-dür. Çevrənin diametri 4-dürsə, deməli, baxın,
Buradan bura qədər də 4-dür. 4. Deməli, buradan bura qədər də 4-dür. Daha sonra buradan bura qədər də 4-dür. Daha sonra buradan bura qədər də 4-dür. Yəni uzunluğumuz oldu 16. Ne deyir? Düzbucaqlının sahəsini tapın. Sahəni tapanda nə edirik? 16-nı vururam 4-ə. Cavab olur 64. Yəni D variantı. Daha sonra keçək 19-cu suala. Eyni çevrənin radiusu ilə diametrin hasili 72-dir. Eyni çevrənin radiusuna bir R deyək. Diametrimizə bir 2R deyirəm. R vurulsun 2R bərabər 72-yə. Bu çevrənin ən böyük vətəninin uzunluğunu tapın. Baxın, gəlin bu tənliyi həll edək. R vurulsun R. Baxın, 72-yi bölərəm 2-yə 36. Deməli, R vurulsun R 36 olmalıdır. Yəni, R'miz 6-dır. R'miz 6-dırsa, indi ən böyük vətənin uzunluğu nə demək idi? Yəni diametr. Diametrimiz olur 2 vur 6 12. Yəni B variantı. Hər birinin keçirək 20-ci suala. Hər bir çevrənin radiusu 9-dur. Baxın, radius 9-dursa, baxın bu çevrəyə baxaq. Bu çevrədə radius, yəni buradan bura qədər 9-dur. Deməli, buradan bura qədər də 9-dur. Daha sonra B-də buradan bura qədər 9-dur. Baxın, buradan bura qədər, yəni radiuslarımız 9-dur. Buradan bura qədər 9-dur. Buradan bura qədər 9-dur. İndi səndən bu ABC üçbucağının perimetrini istəyir. Perimetr nə deməkdir? Perimetr o deməkdir ki, tərəflərin cəmini tap. Yəni 1, 2, 3, 4, 5, 6. 6 vur 9, 54. Cavab oldu D variantı. Diqqətiniz üçün təşəkkür edirəm. Fikirləriniz bizim üçün önəmlidir. Yorumlarda qeyd etməyi unutmayın. Növbəti video izahın hansı mövzu ilə bağlı olmağını istəyirsinizsə, onu da qeyd edə bilərsiniz.